Siyasətin izahlı lüğəti efirdədir. Mütəxəssislər Məclisi İranın teokratik rejimində əsas qurumlardan biri hesab edilir. Teokratiya nədir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Teokratiya dini qanunların və dini liderlərin dövlət idarəçiliyində əsas rol oynadığı siyasi idarəetmə formasıdır. Bu sistemdə hakimiyyətin mənbəyi ilahi sayılır və dövlətin siyasəti dini prinsiplərə əsaslanır. Teokratik idarəetmədə hökumət orqanları dini qurumlarla birbaşa bağlı olur, qanunlar isə adətən müqəddəs kitabların göstərişlərinə uyğun qəbul edilir. Teokratiya adətən mərkəzləşdirilmiş hakimiyyətə əsaslanır və cəmiyyətdə dinin çox güclü rol oynadığı ölkələrdə mövcuddur. Teokratik dövlətlərin əsas xüsusiyyəti odur ki, burada siyasi və dini liderlik bir-birindən ayrılmır. Dini liderlər eyni zamanda hökumət rəhbəri və ya ali hakimiyyət sahibi kimi fəaliyyət göstərirlər. Məsələn, İran İslam Respublikasında ali rəhbər həm dini, həm də siyasi hakimiyyətin ən yüksək məqamıdır və dövlət siyasətinə birbaşa təsir göstərir və yaxud digər nümunə kimi Vatikanı göstərmək olar. Bu kiçik dövlət tamamilə teokratik model əsasında idarə olunur və katolik kilsəsinin başçısı olan Papa həm dini, həm də siyasi liderdir.